Sumqayıt şəhərinin 12-ci mikrorayon sakinləri yol problemi ilə bağlı narazılıqlarını bildirirlər. Sakinlərin Sumqayıt TV-yə göndərdiyi məlumata görə 10A marşrut xəttinin keçdiyi ərazidə qapalı dayanacağın qarşısında qazılmış yol hissəsi artıq 2 aya yaxındır ki, bərpa olunmayıb. Şikayətçilər bildirirlər ki, yolun bu vəziyyətdə qalması həm nəqliyyatın hərəkətinə mane olur, həm də sakinlər üçün gündəlik çətinliklər yaradır. Onların sözlərinə görə ərazidə su xəttlərində tez-tez nasazlıqlar baş verir. Bəzi hallarda sakinlər problemi öz vəsaitləri hesabına aradan qaldırmağa məcbur olduqlarını iddia edirlər. Vətəndaşlar həmçinin qeyd edirlər ki, əraziyə texnika gətirilsə də son bir ay ərzində işlərdə ciddi irəliləyiş görünmür və təmir işləri faktiki olaraq dayandırılıb. Sakinlər aidiyyəti qurumlardan problemin qısa müddətdə həll edilməsini və yolun bərpa olunaraq istifadəyə verilməsini xahiş edirlər. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Siz də mikrorayon və ya məhəllənizdə qarşılaşdığınız problemləri, çəkdiyiniz videoları bizə göndərə bilərsiniz. Sumqayıt TV-ni izləməyi, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.